Var adamlar qoy deyib, sağlığında qiymət verin insanlara. Sağlığında yaxşılara yaxşı deyin, sağlığında yaman deyin yamanlara. Bu sözlərim düz olmasa töhmət edin, sizdən rica eləyirəm milyon kərə. Sağlığında hörmət edin şairlərə, sağlığında heykal qoyun ölməzlərə. Gələcəyə çox da ümid bağlamayın. Sözünüzü sonralara saxlamayın, zəhləm gedir sonralardan, vaxtsız dinən zurnalardan, boşboğazdan, avaradan, toydan sonra məğaradan. Sağlığında sevindirin təmizləri, sağlığında ifşa edin xəbisləri. Satqınlara sağlığında satqın deyin, tülkü deyin tülkülərə, aslan deyin aslanlara. Sağlığında qiymət verin insanlara. Bu nədəndir? Ölən kimi qəlbimizdə adamlara sevgi, hörmət açıb daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, yamanlar da yaxşılaşır. İstəmirəm bir an ömrü, milyon qızıl ölüm gələ dəyişmərəm. İstəmirəm vaxt vədəsiz şöhrəti mən. Bir an ömrü, milyon qızıl ölüm gələ dəyişmərəm. Düz deməsəm, onda məni bağışlayın. Üst tutaram uşaqlara, qocalara, cavanlara. Sağlığında qiymət verin insanlara. Sağlığında yaxşılara, sağ olanda yaxşı deyin. Sağlığında yaman deyin yamanlara. Elə bir şeiri var. Elə bir şeydir. Cabir Novruz bir Şeye keçmək lazımdır. Yoxsa mən bildim uca. Bundan sonra Cabir Novruzdan sonra keçmək lazımdır. Gözəl bir şair var, Məmməd Əvəza. Məmməd Əvəza ki, qalaylanıb açılmadı paxırı. Bu dünyanın düzəlməyə getdi də. Bad əməldən gəlib çıxdı axırı. Bu dünyanın düzəlməyə getdi də. Haqqın oxudaşa da eyva qardaş. Haqqımızı yiyən yiva qardaş. Əyən kəsilən elə eyva qardaş. Bu dünyanın düzəlməyə getdi də. Yeri göyü alovlara qalandı. Azadlığı top tüfəklə talandı. Vallah kimsə desə düzələcək yalandı. Bu dünyanın düzəlməyə getdi də. Qurd olana gövdə olub öz içi. Ürəyimdə dərd boyatıb min biçim. İnanmırsan Quran gətirən biçim. Məmməd Araz Quran gətirən biçim. Bu dünyanın düzəlməyə getdi də. Bu dünyanın düzəlməyə getdi də. Sizə Məmməd Arazdan ayrı şey nə var? Məmməd Arazdan nə var idi? Başqa nə var idi? Məmməd Arazdan var dünya sənin, dünya mənim, dünya heç kimi. Sonra nə bilim? Daş haqqında var ya, deyir ki, nəsə şeydir, mamığı daş deyir, yaşıl daş deyir. Bugün mənə nağıl danış. Dünənimə qaytar mənim. Öyünməmiş, ələnməmiş, öz mənimə qaytar. Sözlər ağıllı sözlərdir, mənalı sözlərdir. Deyib, öyünməmiş, ələnməmiş, öz mənimə qaytar. Mamırına dolu yatan bir dağ döşü, bir daş otaq. Nəzər çatan, nəhəl çatan, ünvanıma qaytar məni. Nədir ikən, nədir qalan, 5-10 sözdür ümid qalan. Baş aparsam başsız qalıram. Yüvənimə qaytar məni. Sahillərdə tufan yaşar, aramızda tufan yaşar. Yaşamağa güman yaşar. Gümanıma qaytar məni. İndi bu şeiri belə demirlər də. Bu şeiri mən bir dəqiqə çəkmədim. Bunu Fuad Poladov deyir. Fuad Poladov bəlkə də 3 dəqiqə, 4 dəqiqə çəkir. Bax, bu bizə dənə şey. Yavaş deyə. Gərək hamısına. Fuad Poladov rəhmətlik. Sonra demişdin ki, o dağlara gələcəm, ay dilim omanım, niyə gəlmədin? Yollara yol saldı baxmaqdan gözüm, pozulmuş dövranım, niyə gəlmədin? Demişdim, gələrəm heyranın ollam. Demişdim, gələrəm qurbanın ollam. Demişdim, dil bilməz ceyranın ollam, qaragöz ceyranım, niyə gəlmədin? O zamanlar Əyyub kimi dincidin, incə danış, incə tərpən, incə din, dağlardanmı küstün, məndən mi incidin?
desəm mənim canım, niyə gəlmədin? Bu da Əyüp Cabbarovun şeiridir. Ha. Bunu eşitməmişim. Ana haqqında da bir yaxşı şeiri vardır. Ölmə, torpaqlara vermərəm səni. Yerin qollarımın arasındadır. Təbii sularla yumaram səni. Suyun gözlərimin qarasındadır. Atamın məzarın əlimlə yardım. Məzarında sənə çarə axtardım. Dolanıbam, axtarıb tapardım, bilsəydim dünyanın harasındadır. Burasını yaxşı yadımdan çıxdı. Yaxşı şeirdir, həm də tam onu mənim hərdən indi elə belə yadıma düşdü bəyi. Orada da yaxşı şey var. Axırda deyir ki, sənsiz bu dünyadan ağzım dərdəmər, Əyyuba kim yanar anası qədər? Yox, Əyyuba kim yanar sən yanan qədər? Ananın ürəyi balasındadır. Bax, belə bir kupletdə çox güclü sözləri var. Əyyub Cabbarov. Qardaş, sənə görə deyirəm, sənin vaxtın, mən şey deyil, mənə şey deyil, sənin əgər yatırsansa, oldu bugün poeziya gecəsini bitirək bugünlük. Bugünlük poeziya gecəsini bitirək, amma ki, davamı gələcəkdir. Davamı gələcək. Sən deyirsən, elə bil ki, məndən ötürü, sən deyirsən ki, qulaq asa bilirsən, mən elə bir 4-5 saatda qulaq asa bilərəm. Yəni ki, yaxşı şeirə, yaxşı sözə, bir hələ şey də var, o şey kimi olsa, talışlar deyir, talışlar deyir, kim deyir, pənco. Pənco da olsa, lap maraqlı olardı. Rası şeydir, zarafat edirəm. İşçi ilə zadla aramız yoxdur bizim. Amma çayla zadla qulaq asmağa qəşək, 5 saat, 6 saat şeirə qulaq asmağa nə var ki? Sən qoysalar var. Mən ona görə bu toylara gedirəm, mən toylardan həmişə çox vaxt yarımsıq sıxıb gedirəm, belə çox yerdə hələ məndən incidilər ki, sən dedilər ki, sən toyda nə gedirsən? Çünki o qədər səs şeyə yol vermirlər deyir. Heç biraz dayanıqlığa yol vermirlər ki, bekara da orada bir şey məclisi olsun, onda qulaq asaram. Həm də elə yerlər var ki, bu Şamaxıda zadda Ələfşat satara gedir, toylara gedir da. Əməli başda şeirə bir xeyli yol alırlar. Bizim Coran boyda sən görürsən bir dayansın bir xatya bir yarım saat, 40 dəqiqə cəmaat yemək yeyən vaxtı biraz da şeir deyən olsun. Yoxsun.